Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram, əziz izləyicilər. Gününüz xeyirli olsun inşallah. Allah ibadət və itayətlərinizi qəbul etsin. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Bura qədər biz ümumi imamət barəsində siz əzizlərlə müzakirə edirdik. Və ümumi olaraq bu nəticəyə gəlindi ki, Qur'an-ı Kərimdə imamət məqamı baxmayaraq iki formada bəyan olunub. Hidayət edici imamlar və zəlalətə dəvət edən imamlar. Amma hidayət edici imamlar barəsində Qur'an-ı Kərimin mövqeyi olduqca fərqlidir və üstündür. İmamət məqamı Peyğəmbərlik məqamından sonra verilən ən üstün məqamlardan biridir. Çünki burada artıq insan öz mənəvi gücü sayəsində insanları Allaha tərəf hidayət edir, Allaha tərəf dəvət edir. Buna görə Qur'an-ı Kərimin imamət barəsində olan bu bəyanı, bu yaxınlaşmağı təbii olaraq digər kitablarla, digər səmavi kitablarla tam olaraq fərqli bir məsələdir. Ümumi imamət barəsində olan digər bir məsələ, önəmli bir məsələ, demək olar ki, bir çox ilahiyyat kitablarında müzakirə olunur və bir çox vəhabilərin şübhə və sual mənbəyidir. Eləyə bilməyiblər bu məsələni tam olaraq dərk etsinlər. Bu məsələdir, Peyğəmbərlərdən başqa hidayət edici və hüccət var, yoxsa yoxdur? Qur'an-ı Kərimin ayələrinə əsasən Peyğəmbərlərdən başqa, ilahi Peyğəmbərlərdən başqa müəyyən şəxslər varmıdır ki, insanları Allaha tərəf hidayət etsin? Və eyni zamanda bunlar yer üzərində Allahın hüccəti olsun. Belə bir məqam Peyğəmbərlərdən başqa kimsə üçün verilib, yoxsa yox? Mən qısa olaraq hüccətin mənasına toxunum. İlahi hüccətin mənası budur ki, yəni Allah Teala bu şəxsin vasitəsilə öz sözünü insanlara çatdırır. Məsələn, Allah Teala peyğəmbərləri yollayır. Bu peyğəmbər olur Allahın hüccəti. Bu peyğəmbər gəlir insanlar arasında Allahın hökmünü deyir. Deyir, insanlar Allah namazı, orucu və s. vacib buyurub. İnsanlar Allah Teala filan məsələləri haram buyurub. İndi insanlar bəzən bu peyğəmbərin sözünü eşidir, bəzən bu sözünü eşitmir. Amma qiyamət günü Allah Teala bunlara deyəndə ki, nəyə görə mənim əmrimə tabi olmadın? Bu şəxslər deyə bilməz ki, ilahi, mən sənin sözü bilmirdim ki. Bilmirdim ki, nəyi vacib bilmirsən, nəyi qadağan etmirsən. Allah o zaman bu hüccətləri göstərəcək ki, məgər mən sənə öz hüccətimi yollamamışdım, məgər bunlar sənə mənim buyurduqlarımı deməmişdilər. Demək, hüccət bir cəhətdən insanların bəhanə gətirməsinin qarşısı alır. Eyni zamanda bu insanlar tərəfindən də keçərlidir. Yəni, qiyamət günü Allah Teala insanları müəyyən bir məsələdə cəza verməyə qalxarsa, həmən insan Allaha deyə bilər ki, ilahi, axı sən məni xəbərdar etməmişdin. Niyə görə xəbərdar etmədən mənə əzab verirsən? Deməli, hüccətin mənası, yəni Allah hər hansı bir vasitə ilə, məsələn, peyğəmbərlərlə öz sözünü, öz buyurduqlarını çatdırır və bəndəsinin qiyamət günü bəhanəsi bağlanır. İndi sual budur ki, peyğəmbərlər hüccətdir. Qur'an-ı Kərimin bir çox ayələrinə əsasən peyğəmbərlər hüccətdir. Qısa olaraq, məsələn, İsra surəsinin 15-ci ayəsində وَمَا كُنَّ مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا Biz heç bir şəxsi, heç bir zaman əzab vermərik, məgər ora bir rəsul göndərək. Yəni, ilk olaraq sözümüzü deyirik, ondan sonra əzab veririk. Və yaxud Nisa surəsinin 165-ci ayəsində də Rasulən, rusulən mübəşşirin və munzirin
لَعَلَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّٰهِ حُجَّةٌ بَعْدَ الرُّسُولِ وَكَانَ اللّٰهُ عَز۪يزًا حَك۪يمًا. Allah Teala müəyyən şəxsləri, rəsulları qorxuzan, xəbərdar edən qərar verdi ki, ta bunun vasitəsilə peyğəmbərlərdən sonra insanların heç bir bəhanə yeri qalmasın. Eyni zamanda Maidə surəsinin 19-cu ayəsində də həmən məsələ başqa formada özünü göstərir. Burada yaranan sual bundan ibarətdir ki, əvvəldə tilavət etdiyim ayə, Nisa surəsinin 165-ci ayəsi istinadən bəzi şəxslər, məxsusən, yəni ilk dəfə demək olar ki, İbn Teymiyyə istinad edərək bildirmişdi ki, bu ayəyə əsasən Allah Rəsulundan başqa, yəni peyğəmbərlərdən başqa heç bir şəxs Allahın höccəti ola bilməz. O bu ayənin mənasında buyurur ki, وَكَذَٰلِكَ حُجَّةُ اللّٰهِ عَلَى عِبَادِهِ قَامَتْ بِالرُّسُولِ fəqət. Buna görə də Allahın yer üzərində yalnız və yalnız höccəti peyğəmbərlərdir. Kəmə qalə təal, necə ki Allah Teala buyurur Nisa surəsinin 165-ci ayəsində لَعَلَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّٰهِ حُجَّةٌ بَعْدَ الرُّسُولِ وَلَمْ يَقُلْ بَعْدَ الرُّسُولِ. Buna görə demək olmaz peyğəmbərlərdən sonra əimmə, əvl-əvsiyə, əv-qeyri-zalik Allahın höccətləridir. Yəni, biz ki, əhl-i beytə xitabən deyirik ki, ey Allahın höccətləri, İbn Teymiyyənin baxışına əsasən bu ayəyə istinadən onlar höccət hesab oluna bilməz. Ümumən, bəs ayə tam olaraq nəyi çatdırmaq istəyir? Nisa surəsinin 165-ci ayəsi. Mən qısa olaraq bir misalla istərdim ki, fikrimi çatdırım. Ayə Nisa surəsinin 165-ci ayəsi. Görəsən, bu məsələni vurğulayır ki, peyğəmbərlərdən sonra heç bir şəxs höccət deyil. Bunu vurğulayır ki, İbn Teymiyyə ayəni belə başa düşür. Ayə İbn Teymiyyənin başa düşdüyünə əsasən bu formadadır. Peyğəmbərlərdən başqa heç bir şəxs Allahın höccəti deyil. Bu İbn Teymiyyənin başa düşdüyüdür. Amma ayənin özü və əsaslı müfəssirlər ayə bunu demək istəyir ki, Rusulən mübəşşirin və munzirin, müjdə verən və qorxudan elçilər. Bura qədər aydındır. Ləallə yəkunə linnās ələllahi hüccətun. Bunları niyə görə Allah göndərdi? Ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi, höccəti olmasın. Hüccətun bə'dər rəsul. Yəni, ayə bunu demək istəyir ki, Allah Teala bu peyğəmbərləri göndərəndən sonra insanların heç bir bəhanə yeri qalmır. Nəinki ayə bunu demək istəyir ki, peyğəmbərlərdən başqa ilahi höccət yoxdur. Bunu qəbul etsək, ona Qur'an-ı Kərim də höccət deyil bizə. Halbuki bütün hər iki məzhəb qəbul edir ki, Qur'an-ı Kərim bizə höccətdir. Demək, ayənin əsas mesajı bundan ibarətdir ki, peyğəmbərlərdən sonra insanların bəhanə yeri kəsilir. Nəinki bəhanə yeri kəsilmək yalnız peyğəmbərlərə məxsusdur. Nəinki höccət olmaq yalnız peyğəmbərlərə məxsusdur. Ayə bunu demək istəmir. Bu, həmən bu çıxarışı demək olar ki, istər şiə, istər əhl-i sünnə, təfsir alimləri də bu məsələni bildirmişlər. Və çox maraqlıdır, elə həmən İbn Teymiyyənin özü Minhac-ı Sünnə əsərinin digər səhifəsində icma barəsində buyurur ki, وَعَيْزَنْ فَنَحْنُ نُشِيرُ إِلَى مَا يَدُلَّ عَلَى أَنَّ الْإِجْمَا حُجَّةٌ. Deyir, bizim dediyimizə əsasən icma məsələsi höccətdir.
Necə ola bilər icma, yəni müəyyən alimlərin bir məsələ barəsində yekdil rəyi insanlara höccət ola bilir? Əhl-i Beytin sözü, Peyğəmbər ailəsinin sözü höccət ola bilmir. Yəni bu özü təfsir etdiyi ayə ilk olaraq inanmayan şəxsdir. Çünki ayə bu məsələni demək istəmir. Demək, nəticə budur ki, əzizlər, Qur'an-ı Kərimdə, bəli, Peyğəmbərlərdən başqa müəyyən şəxslər, imamlar, Qur'an-ı Kərim və sair məsələlər ilahi höccət hesab olunur. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.